Gözəl xanımlar, qaynanam bulqurdan, ətdən belə bir dadlı yemək bişirmişdi. Dedim sizlər üçün də paylaşım, baxın, fikir olsun. İri bulqurdan və tikə ətlərdən çox dadlı, kök də, bibər də, qarıq da qatmışdı içinə. Deməli, əti qoyur qaynamağa. Neçə dəfə qaynadır, çünki Tuncay, yəni oğlum da yeyə bilsin deyə. Bulqur da suda qalır, sonra qoyur qaynamağa. Sonra isə bulquru süzür və içinə kök, bibərlər əlavə edir və dəmə qoyur. Biraz da yağ əlavə edir, qoyur dəm alsın. Çox dadlı olur, yəni eləsəz peşman olmazsınız. Biz çox sevirik ailəlikcə bu yeməyi, o qədər ləzzət eləyir. Ən sonda da biraz dəm almaqdan, yəni bişməyə yaxın qaraxu əlavə eləyir, qarışdırır, biraz da onunla dəm alır. Burada da qulyaj üçün soğanı qovurur və əti əlavə eləyir içinə, qoyur bişməyə. Sonra öz hazırladığı bibər duzundan əlavə edir, yarım xörək qaşığı. Bu formada sarı kök də əlavə eləyir, ağzını örtür, bişir və hazırdır. Çox dadlı, çox ləzzətli bir yeməkdir. Hazırlayın, yeyin, nuş edin. Çox sevərsiniz, yəni ləzzətlidir. Bizim ən sevimli yeməyimizdir.